Hər birinizi salamlayıram, əziz izləyicilər, məktəblilər. Bugünkü mövzumuz psixologiya ixtisasıdır və bu ixtisas haqqında bizə ətraflı və detallı şəkildə məlumatı Murad bəy Akifsoy verəcəkdir. Xoş gördük sizi, xoş gəlmisiniz. Çox təşəkkür edirəm, çox sağ olun dəvət üçün. Minnətdaram. Zəhmət olmasa özünüzü təqdim edin. Mən Murad Akifsoy, uşaq və yeniyetmə psixologiyam. Hər 10 ildir bu sahədə işləyirəm. Bundan əlavə gənclərlə təlimçi olaraq çalışıram. Məncə indilik bu qədər yetərlidir. Bu sahəyə necə gəldiyiniz haqqında, psixologiya ilə necə tanış olduğunuz barəsində danışa bilərsiniz? Mənə maraqlı olan biraz insanlardır. Yəni indi də elə bir marağım var və birlikdə bu insanları ən yaxşı tanıya biləcəyiniz, öyrənə biləcəyiniz və eyni zamanda özünüzü tanıya biləcəyiniz, öyrənə biləcəyiniz bir sahə psixologiyanın özüdür elə. Və məni bura gətirəndə insanlarla olan marağım oldu. Hal-hazırda yenə də insanlarla öyrənməyə, maraqlanmağa və hələ də təcrübələməyə davam edirəm. Sizə görə psixologiya ixtisası nədir və psixologiya sözünü özünüz üçün necə görürsünüz? Psixologiya şəxsin dünya ilə, özü ilə, başqaları ilə olan əlaqəsini öyrənir. Daha konkret və aydın şəkildə desək, bu şəkildə ifadə edə bilərik. Bunun bərabərində psixologiya birlikdə bunların içində olan hər bir bütün mümkün münasibətləri, eyni zamanda onlar arasındakı əlaqələri, orada olan problemləri və eyni zamanda onların həlli yollarını öyrənən bir elmdir. Minnətdaram. Psixologiya ixtisası üzrə gərəkli bilik və bacarıqlar hansılardır? Azərbaycanda dünyadan fərqli olaraq hansı bir ixtisasa girmək üçün müəyyən bir dərs qrupuna girmək lazımdır. Hansı ki 1, 2, 3, 4, 5. Psixologiya ixtisası üzrə 4-cü qrupdan birlikdə abituriyentlər verə bilərlər. Eyni zamanda 3-cü qrupda da təhsildə sosial psixoloji xidmət ixtisası var ki, bu əsasən məktəblərdə işləyəcək psixoloqları yetişdirmək üçündür. Amma hal-hazırda birlikdə bu sahə üzrə dərinləşmə olmadığına görə demək olar ki, hər iki sahə eyni fənləri keçir, eyni müfredata sahibdirlər. Psixologiya ixtisasının məzunları bu ixtisası bitirən şəxslər nə üzrə və hansı sahələrdə çalışa bilərlər? Magistr dərəcəsini nəzərə alsaq, birlikdə magistr bir dərinləşmə tələb eləyir. Azərbaycanda mövcud olan magistr dərəcələri hüquq psixologiyası üzrə, klinik psixologiya üzrədir, inkişaf üzrədir, sosialdır və bunun bərabərində uşaq və yaşla əlaqəli olan magistr dərəcələri var. Təbii ki, əmək bazarında məsələ tam da belə deyil. Əmək bazarında daha çox tələb olunan və insanların bildiyi şəxslər klinik psixoloqlardır. Bunun bərabərində məhkəmə tibbi ekspertizalarında hüquq psixoloqları işləyə bilərlər. Karyera inkişafı yönündə psixoloqlar işləyə bilərlər. Bunun bərabərində insan resursları sahəsində psixoloqlar işləyə bilərlər. Təlimçilik sahəsində işləyə bilərlər. Yəni psixologiyanın hal-hazırda mövcud olan əmək bazarındakı yeri çox genişdir əslində və oradan ayrılmaq və dərinləşmək artıq məzunun öz maraq və istəklərinə görə dəyişə bilən bir şeydir. Hal-hazırda əmək bazarında ən çox tələb olunan ixtisaslardan biridir deyək. Çox gözəl. Elə növbəti sualımız tələb durumundan əmək bazarı ilə bağlı idi. Belə başa düşdüm ki, bugünkü gündə əmək bazarında tələb durumunun yüksək olduğunu görürsünüz. Bəli. Bəs gələcəkdə bu tələb durumu nə cür dəyişə bilər? Sizcə 10 il sonra, 15 il sonra psixoloqlara ehtiyac nə cür olacaqdır? Görünən odur ki, son 10-15 ildən sonra insanlar arası münasibətlərdə, işə qəbul prosesində, digər yerlərdə psixoloq rəyi daha önəmli olacaq. Nəyə görə? Çünki insanlar arası münasibətlər biraz daha getdikcə kəskinləşməyə və qəlizləşməyə davam eləyir və hər hansı bir testlər, hər hansı bir digər şeylər insanları işə qəbul etmək üçün, hansısa bir layihəyə cəlb etmək üçün yetərli olmayacağını düşünürəm və bu sahədə artıq psixoloqların rəyi birlikdə önəmli olacağına görə bu sahəyə olan birlikdə diqqət və qayğıda yüksək səviyyədə olmağa davam eləyəcək. Süni intellekt gələcək müddətdə belə deyim, psixologiyaya nə cür təsir edə bilər? Süni intellekt texniki bir vasitədir. Psixoloq ixtisasının da texniki hissələri var. İnsanların burada psixoloq olan yanaşması Azərbaycan mühitində gedəcəm, dərdimi danışacağam, o mənə nəsə deyəcək, gəlib eləyəcəm tərzindədir və süni intellektə də o şəkildə yanaşırlar. Deyirlər ki, mən dərdimi boşaltdım, danışdım, rahatladım, mənə məsləhət də verdi falan. İnsanlar bu şəkildə qavrayırlar. Ona görə düşünürlər ki, süni intellekt onları müəyyən mənada rahatladır. Bəli, rahatladır. Yəni gəzmək də sizi rahatladacaq, musiqi dinləmək də rahatladacaq və sadəcə olaraq kiməsə danışmaq da, dostluqda danışmaq da, o dostluqlar arasında sadəcə süni intellektdir. Süni intellekt dostluqdan fərqli olaraq danlamayacaq.
qınamayacaq. Hansı ki psixoloqlar da bunu eləmirlər. Amma növbəti mərhələdə bunun empatik münasibət, peşəkar yanaşma, burada lazım olan məsələləri müdaxilə eləmək və bunun bərabərində insani bir vicdanla bunu eləmək, düşünürəm ki, bu süni intellektin əvəz edə biləcəyi bir şey deyil. Ən azından indiki səviyyədə bu şəkildə deyil və hər bir halda süni intellekt bizdən aldığımız məlumatlar əsasında bizə bir istiqamət verir və biz nə qədərini veririksə, o qədərinə əsasən rəy verəcəyik. Amma psixologiya bu şəkildədir ki, biz bilirik ki, insan dediyindən, danışdığından, ifadə elədiyindən daha dərində və daha fərqli, eyni zamanda daha qaranlıq bir tərəfləri də var. Ona görə süni intellekt bunları görə bilməyəcəyinə görə indiki şəraitdə ən azından 4-5 il ərzində verəcəyi istiqamətlər insanların problemini həll etməyi yox, onlar bir valideyn təskinini vermək üçün olacaq. İxtisas üzrə təhsil alan şəxslər, tələbələr, məzunlar daha öncə qeyd etdiyiniz və bilik bacarıqları inkişaf etdirmək üçün hansı vasitələrdən istifadə edə bilərlər? Birinci növbədə təcrübə proqramları burada daha önəmlidir. İşin gedişatında gedib baxıb, məsələn deyə bilərsiniz ki, mən hüquq psixoloqu olmaq istəyirəm, amma gedib oradakı mühiti görəndən sonra, oradakı prosesi görəndən sonra bu fikriniz dəyişə bilər. Və yaxud da məktəb psixoloqu olmaq istəyirsiniz, amma məktəb psixoloqu olmaq üçün orada tələb olunan imtahan var. Bunun bərabərində məktəb psixoloqunun aparmalı olduğu nə qədər birlikdə kargüzarlıq məsələləri var, sənəd məsələləri var. Bunların hansı nə qədər hissəsi sizə işinizin bir hissəsi kimi görünür, görünmürmü, bunu hansı şəkildə eləyə biləcəksiniz, elə bilməyəcəksiniz. Bu artıq prosesin gedişində görə biləcəyiniz şeylərdir. Ona görə ixtisası seçməmişdən qabaq bu sahə üzrə dərinləşmək. Sırf psixoloq yox, həmən gedə biləcəkləri sahə üzrə dərinləşmiş insanlarla ünsiyyət qurmaq və onlardan fikir almaq daha faydalı olar. İxtisas haqqında doğru bilinən yanlışlar və miflərə gəldikdə isə nə deyə bilərsiniz? Bu sahədə biz ciddi bir şəkildə digər sahələrə baxanda çox irəlidəyik, təəssüf ki. İlk öncə, məsəl üçün, mən universitetə girəndə deyirdilər ki, sən dəli həkim olacaqsan, dəlilərlə işləyəcəksən ki, bizdə psixiatrla psixoloqu ayrılırlar. Üstəlik də psixologiya və psixiatriyada dəli deyə bir şey yoxdur. Xəstəliklərin beynəlxalq təsnifatında 99 fərqli diaqnoz var. Hər verdikdə bölmə üzrə müəyyən seriyalar var. Məsəl üçün, psixoloji xəstəlikləri F seriyası əhatə eləyir. Məsələn, nevroloji xəstəlikləri C seriyası əhatə eləyir. Psixoloji xəstəliklərin 99 fərqli və onların da fərqli alt başlıqları var və bunlar hamısı birlikdə fərqli sahələr, fərqli iş tələb edir. İkinci məsələ, psixoloq sadəcə dərd dinləyir və insanlara kömək eləyir. Psixoloq bəli, insanlara kömək eləyir, amma birinci növbədə sadəcə olaraq dərd dinləyib, qorxma yaxşı olacaq, get ərindən boşan, bu kimi şeylərlə məşğul deyil. Psixoloq birinci növbədə şəxsin həmən problemi olan ehtiyacını. Çünki siz hansı bir toksik münasibəti bitirməklə qərarlı ola bilərsiniz, amma o toksik münasibəti aparanlardan biri də yenə siz idiniz. Buradakı məsələ həmən o toksik olan ehtiyacımızı, orada yatan məsələləri, varsa uşaqlıq travmalarımızı və yaxud da böyüklük travmaları da ola bilər, fərqi yoxdur. Burada baş verən mexanizmi anlamaq, onlarla işləmək, bunun üçün xüsusi texniki vasitələr var. Dedikdə terapiya istiqamətləri var, məsələn, gestalt terapiya var, pozitiv psixoterapiya var, kognitiv davranışçı psixoterapiya var, qəbul və qərarlılıq terapiyası, bu üçüncü nəsil terapiyalardandır, dialektik davranış terapiyası var. Bunlar hamısı fərqli istiqamətlərdir və bunların hər biri üçün müəyyən bir perioddan keçmək, təhsilini almaq, ondan sonra həmən sahə üzrə terapevt olmaq üçün ciddi bir əmək, maliyyə və vaxt ayırmaq lazımdır. Yəni təkcə bakalavr təhsilindən psixoterapevt olma ehtimalınız çox aşağıdır. Ona görə bunları nəzərə almaq lazımdır və bunların birlikdə ciddi bir şəkildə məsuliyyəti var. Çünki psixi sağlamlıq eyni zamanda həm xidmətdir, həm də sağlamlıq məsələsidir. Ona görə bizim birinci işimiz xeyir vermək deyil insanlara. Birinci işimiz ziyan verməməkdir. Biz insanlara ziyan verməməliyik. Amma yersiz verdiyimiz fərqindəlik, yerində olmayan bir yanaşma insanları zədələyə bilər, Allah uzaq eləsin, intihara sürükləyə bilər və yaxud da həyatında olan problemləri biraz daha çox qabarda bilər. Ona görə mütəxəssis onları yerində və zamanında görüb yönləndirə bilən və idarə eləyə bilən və eyni zamanda ona ehtiyacı olduğu şəkildə yön verən bir şəxsdir. Psixi sağlamlıq xidmətinin keyfiyyəti bizə ehtiyacı olmayacaq şəkildə qurulduğunda ortaya çıxır. Yəni, biz psixoloqlara ehtiyac yoxdursa, artıq işimizin keyfiyyəti orada ortaya çıxır. Yox, əgər davamlı insanlar bizə təkrar, həmən müraciət eləmiş insanlar təkrar fərqli məsələlərlə bağlı müraciət edirlərsə, deməli biz işimizi yaxşı görməmişik. Sonraki məsələdə birlikdə
psixoloqlar hər yerdə psixoloq olmalıdır. Məsəl üçün mən bir balaca məsəl üçün hansısa bir əhatəmdə əvvəllər daha çox olurdu. Hər hansı bir şəkildə öz mövqeyimi bildirəndə bu emosional bir mövqe ola bilər. Amma sən psixoloqsan, sən niyə əsəbləşirsən? Sanki yəni mən bir insan deyiləm, mən bir robotam, hamının kefinə uyğun davranmalıyam, hamını da başa düşməliyəm. Yox. Mən sadəcə olaraq seans prosesində bunu eləməklə məsul bir mütəxəssisəm. Necə ki, polis evdə forma ilə gəzmir, kimisə qandallamır, nəsə uyğun olmayanda, biz də eyni şəkildə. Bizim də şəxsi həyatımız var və bunlar mütləq ki, ilk nəzərə alınmalıdır. Bundan sonra onun özünə psixoloq lazımdır. Ən çox geniş yayılmış şeylərdən biridir. Əslində olan biz psixoloqlar, yəni o bayaq saydığımız terapiya istiqamətlərində həmin terapiya təhsili alan mütəxəssislərin mütləq ki, şəxsi terapiyalardan keçməsi lazımdır. Çünki o olmadığı təqdirdə peşəkar yanaşmaya bilər. Deyək ki, mənim hansısa bir problemim var və eyni problemdə bir insan gəlirsə, mən artıq orada mütəxəssis yox, murad olaraq reaksiya verəcəm. Və bu peşəkar olmayacaq, amma bu insanlar sizin peşəkarlığınız üçün ödəniş eləyirlər və bu xidməti alırlar. Ona görə burada şəxslərin mütləq ki, şəxsi terapiyasından keçməsi lazımdır. Və insanlar bəzi vaxtlarda yəni psixoloqları aşağılamaq üçün bunu deyirlər ki, onun özünə psixoloq lazımdır. Amma hər bir halda hər psixoloqun mütləq ki, bir supervizori, eyni zamanda şəxsi terapevt olması lazımdır. Bu olduğu təqdirdə mütəxəssis daha peşəkar ola bilər. Bunun bərabərində Azərbaycanda olan problemlərdən biri də deyirlər ki, psixoloji xidmət çox bahadır. Amma bayaq dediyimiz o terapiya istiqamətlərini öyrənmək, onlarda müəyyən bir dərinliyə sahib olmaq, şəxsi terapiyadan keçmək, kursları almaq və müəyyən müddət bu sahəyə yatırım eləmək zaten şəxs üçün birlikdə necə deyim, baha başa gəlir. Və bunun bərabərində də psixoloji xidmət mütləq ki, yəni müəyyən standartda olan bir xidmətdir. Etik prinsipləri var, onları qorumalıdır. Məsəl üçün deyək ki, ən çox geniş yayılmış şeylərdən biri də mesajların yayılmasıdır ki, filan kəs bizim mərkəzə gəldi, bax belə nəticə oldu. Bu etik olaraq qadağandır, olmaz, qanunla tənzimlənir əslində, amma əməl edən yoxdur hələkilik. Ona görə bu məsəl üçün psixoloqun bu şəkildə reklam eləməsi, özünü göstərməsi qeyri-peşəkardır. Və ona görə mütəxəssisin özünün birlikdə müəyyən etik qaydalar çərçivəsində təqdimatına ehtiyacı var və bunlar da birlikdə əlavə maliyyə və digər şeylər tələb elədiyinə görə, yəni sadəcə digər məhsullar və xidmətlər kimi birlikdə bazar aça bilmərik də. Burada etik standartları gözləməyimiz lazımdır. Ona görə hər bir halda mütəxəssislər buna əməl etməlidirlər. Ona görə psixoloji xidmət eyni zamanda bahalı bir xidmətdir. Ətraflı cavab üçün təşəkkür edirəm. Çox maraqlı məqamlara toxundunuz. Xüsusən də məxfilin qorunmağı məsələsində qeyd etdiyiniz kimi hal-hazırda problem var və məxfili qoruduqda sanki fəxr edirlər ki, mən məxfili qoruyan bir şəxsəm. Halbuki bu belə olmalıdır da. Bəli. Biz artıq ən çətin hissəsinə psixologiyanın giriş etmiş olduq. Bəs tələbələr oxuduğu müddətdə hansı çətinliklə üzləşə bilər və ya oxumaq istəyən şəxslər hansı çətinliyi görə bilər, mane ilə rastlaşa bilərlər ki, buna hazır deyillər bu ixtisasda? Buradakı məsələ birinci növbədə fərqindəliklər ola bilər. Psixologiyanı öyrəndikcə insanların özünün problemləri görünməyə başlayır. Bir növ insanları öyrənmək istəyən biri olaraq birinci növbədə özümü görməyə başlayıram orada, prosesin gedişində və bu bir çox hallarda ağrılı və narahat olur. Məsələn, siz texnologiyanı öyrənəndə öz həyatınızda nəsə görmürsünüz də, sadəcə olaraq fokuslanırsınız və həmin məsələni işləyirsiniz. Psixologiyada belə deyil. Psixologiyada davamlı öz həyatınızla bir müqayisə gedir arxa fonda və görürsünüz ki, burada fərqli şeylər var, bu məndə var, bu məndə yoxdur. Sonra başlayırsınız özünüzə diaqnoz qoymağa, sonra ətrafdakılara diaqnoz qoymağa, bunlardan ciddi bir şəkildə qaçmaq lazımdır ki, ətrafdakılara diaqnoz qoymaq, filan kəs filan əlamətlərdir. Sosial mediada görə bilərsiniz ki, filan kəs narsistdir, filan kəsin nə bilim filan şey var. Bunlar etik olmayan şeylərdir. Bayaq dediyim ki, yəni xəstəliklər beynəlxalq təsnifatında hansı bir diaqnozu qoymaq üçün əsas və köməkçi əlamətlər var və onlardan istifadə olunmalıdır və tələbə diaqnoz qoya bilməz. Diaqnoz Azərbaycan səhiyyə sistemində diaqnozu qoyan şəxs psixiatrdır. Ona görə yəni biz sadəcə olaraq işin texniki hissəsini aparmalı. Əlamətləri bilərik, bilməliyik. Zaten bu əlamətləri görəndə həkimə də yönləndirməliyik. Amma diaqnoz qoymaq, hansısa bir şəkildə insanlara ad qoymaq psixologiya tələbələrində heç bir şəkildə uyğun və yaraşan bir şey deyil. Ona görə bunlardan qaçmaqlar tövsiyə olunur bu şəraitdə. Sahə üzrə təhsil alanlar və ya təhsil almaq istəyənlər üçün məsləhət görə biləcəyiniz kitablar və ya filmlər varmı ki, bu aləmlə artıq indidən tanış olmuşsunlar? Psixologiya ilə bağlı həddən artıq çox filmlər var və filmlərin əksəriyyətində psixologiyanın hansısa bir hissəsi işlənir. Məsəl üçün, Zimbardo effekti deyə bir şey var. Orada məsəl üçün
ən bir insanların üzərində təcrübələr aparılır və onun bir filmini də hazırlayıblar və bununla bağlı həddən artıq çox filmlər var. Amma tövsiyə etməzdim ki, tələbələr ilk 1-2 il ərzində və yaxud da psixologiyaya girmək istəyirlərsə bu filmlərə baxsınlar. Çünki onlar çox ciddi bir şəkildə neqativ təsir eləyəcək. Bunun bərabərində akademik ədəbiyyat oxumaq üçün buna yəni düşünürəm ki, birinci kurslar üçün ayrı, ikinci kurslar üçün ayrı, üçüncü kurslar üçün ayrı, dördüncü kurslar üçün ayrıca bir ədəbiyyat proqramımız var. Ona görə hansısa bir ədəbiyyatı sadəcə olaraq belə paylaşmaq, onlara bayaq dediyim kimi bizim birincimiz xeyir verməkdir, ziyan verməməkdir. Ona görə doğru olmadığını düşünürəm. Bununla bağlı məsəl üçün sizə abituriyentlər və yaxud da kurs tələbələri sizə yaza bilərlər. Mən artıq onlara uyğun ədəbiyyat siyahısını sizə şəxsi göndərərəm. Onlar da artıq o işdən faydalana bilərlər. Amma ümumi olaraq belə paylaşsaq, mən artıq bir mütəxəssis olaraq insanlara ziyan vermək kimi bir təhlükə var və bunu etməyim qeyri-peşəkarlıq olar. Maraqlı cavabınız üçün minnətdaram və son olaraq ixtisas üzrə hansı tövsiyəni vermək istərdiniz? Hər hansı bir məsləhət vermiş ola bilsəydiniz? Belə bir şey deyə bilərik ki, psixologiya üzrə işləmək istəyirsinizsə, bir növ ömrünüzün sonuna qədər, hətta yəni kitabın üstündə dünyanızı dəyişəcək qədər oxumağa hazır olmanız lazımdır. Çünki psixologiya bir tərəfdən oxumaq, bir tərəfdən tətbiq eləmək, eyni zamanda onları ümumiləşdirib bir şeylər yazmaq və bunun bərabərində bu 3 dənə hərəkəti yenidən təkrarlamaqdan ibarətdir. Ona görə davamlı üzərində işləmək tələb olunur burada. Burada mən müəyyən sahəyə çatdım, müəyyən bir rahatlığa çatdım, bundan sonra oxumağıma ehtiyac yoxdur, mən hər şeyi bilirəm deyirsinizsə, birdən sonra baxacaqsınız ki, artıq yenə tələbələrdən daha az bilirsiniz, daha az aşağı yerdəsiniz. Ona görə yəni psixologiya ömür boyu inkişaf tələb eləyən və inkişafı tələb eləyən bir sahə olduğuna görə, yəni birinci növbədə bunlara hazır olması lazımdır. Qalan məsələlər ondan sonradır. Təşəkkür edirəm Murad bəy, gəldiyiniz üçün və çox ətraflı, maraqlı, detallı cavablar verdiyiniz üçün. Çox minnətdaram sizə. Ümidvaram ki, videomuz sizin üçün faydalı oldur və məlumatlandırıcı oldur ən əsası. Bu ixtisası seçmək istəyənlərə bir daha uğur diləyirəm. Növbəti görüşlərdə görüşənədək sağ olun. Sağ olun.